Salam, əziz izləyicilər, dostlar. Mən YouTube kanalındayım. Bu gün sizə Elçin Quliyevin, Dövlət Səhiyyə Xidmətinin rəisi Elçin Quliyevin Səhiyyə Xidmətinin hospitalında açdığı bazar haqqında danışacaq. Daha doğrusu, Elçin Quliyev dövlət vəsaiti hesabında dövlətə aid olan hospitalın nəzdində, hospitalın içində özünün şəxsi Rozi Bəbək adlı klinikasını açıb, hospitalını açıb. Və bu hospitalda olan bütün avadanlıqlar, hər bir şey, bina, nə bilim, orada xəstələrə lazım olan avadanlıqlar, çay paylar, hər bir şey dövlətə məxsusdur. Elektrik enerjisi dövlət hesabındadır, istilik dövlət hesabındadır, yəni hər bir şey dövlət hesabındadır. Amma əldə olunan milyonlarla gəlir Elçin Quliyevin şəxsi cibinə axır. Bu klinikaya Yeganə Əliyeva adlı bir xanımı rəhbər təyin edib. Həmin xanım eyni zamanda klinikanın doğum şöbəsinin rəisidir. Doğum şöbəsinin rəisidir, yəni hərbiçidir, dövlət qulluğundadır, eyni zamanda da özəl klinikanı işlədir. Və bu klinika Xəzər televiziyasına, müxtəlif televiziyalarda reklamlar qoyur, reklamlar yerləşdirir. Və aylar öncə Yeganə Rozi Bəbək klinikası barədə abzasment edib geniş bir araşdırma gedib. Araşdırma gedib, məlum olub ki, həmin klinikanın lisenziyası yoxdur, yəni Səhiyyə Nazirliyi buna heç bir lisenziya verməyib. Məlum olur ki, bunlar vergi ödəmirlər, məlum olur ki, orada, araşdırmada məlum olub ki, orada işləyən işçilərin böyük əksəriyyəti Səhiyyə Xidmətinin hərbi hospitalının əməkdaşlarıdır. Və indi sizə mən burada videolar qoyacağım, videolar yerləşdirəcəm. Bu çıxışımdan sonra görəcəksiniz ki, bu klinikada, bu Elçin Quliyevin yaratmış olduğu klinikada nələr var? Və açıq, aydın, açıq şəkildə Instagramda, müxtəlif sosial şəbəkələrdə bu klinikanın reklamı gedir. Açıq şəkildə orada göstərilir ki, bax, indi bu videoya diqqətlə baxın, indi yerləşdirir. Bax, bu videoya diqqətlə baxın. Orada açıq şəkildə deyirlər ki, klinika hospitalın nəzdində yerləşir. Diqqətlə baxın. Klinikamız Turan Bankla tam üzbəyüz, baxın orada Turan Bank var. Turan Bankla tam üzbəyüzdür. Ünvanımızı bir də çəkirəm. Azərbaycan Respublikası Dövlət Səhiyyə Xidmətinin hərbi hospitalı yerləşir Gənclikdə. Turan Bankla, baxın Turan Bankdır. Turan Bankla tam üzbəyüz, yolun o tərəf Turan Bankdır, bu tərəfi klinikamızdır. Deməli dostlar, indi nə baş verir? Klinika yerləşib hospitalın nəzdində, hospital xidmət göstərməlidir hərbiçilərə, amma indi Elçin Quliyevin şəxsi gəlirləri naminə, şəxsi pulu naminə hərbiçiləri hospitalın yeni tikilmiş əsas korpusuna buraxmır. Ki orada, nə bilim, ora müayinəyə gələn xanımları hərbiçilər görməsin, əskərlər görməsin və burada və yaxud da ki, burada baş verən alverdən heç kəsin xəbəri olmaz. İndi sizə mən şeyi göstərəcəm. Orada hospitalda içində xəstələr üçün yaratmış olduğu şəraiti, amma bu onun hesabına başa gəlir ki, hərbiçilər hospital həyatına buraxılmır, orada yatan xəstələr əsas binaya buraxılmır və binanın əsas hissəsi Elçin Quliyevin şəxsi gəliri üçün, pul qazanmaq üçün istifadə olunur. Və bir daha xatırladıram ki, bax, bu gördüyünüz hospital lisenziyası yoxdur. Təhlükəlidir orada müalicə almaq üçün ki, sabah başınıza bir şey gəlsə, nə Səhiyyə Nazirliyi, nə təbib sizə yardım etməyəcəkdir. Ora vergidən yayınır, vergi vermirlər. Bizim dostlarımızı həbs edirlər ki, vergidən yayınıbsız jurnalistləri, hökumətin bu korrupsiyasını tənqid edənləri, amma şəhərin düz ortasında dövlət
müəssisəsində yerləşən özəl klinika heç bir pul vermədən pul qazanır. Və diqqətlə baxın, indi mən sizə o klinikanın içini göstərəcəm. Özləri yayıblar, özləri yaydıqları videolardır. Salam güzel kızlar, gördüğünüz gibi palatamızda pasiyentimiz hal-hazırda doğumdadır. Doğumdan sonra bu palatada körpəsiyle birlikte 2 gün bizim qonağımız olacak. İsteseniz buyurun, siz de müracaat edebilirsiniz. Gördüğünüz gibi tek neferli palatamızda, geniş, rahat. Deməli, dostlar, bu gördüyünüz kimi bu Dövlət Səhiyyə Xidmətinin nəzdindədir. Bunlar çoxlu sayda videolar yayıblar, videolar paylaşıblar. Orada vətəndaşların, ora gələn xəstələrin üzü düşdüyünə görə mən bu videoların hamısını yaymıram, paylaşmıram. Çünki etik hesab eləmirəm. Çünki oradan istifadə edən xəstələrin, pasiyentlərin heç bir günahı yoxdur bu məsələdə. Və mən istəmirəm ki, adamların üzləri göstərilsin. Amma bir sıra bir balaca fragmentləri göstərəcək. Və dostlar, bu YouTube kanalıma abunə olmadı, yadınızdan çıxartmayın, unutmayın, abunə olun YouTube kanalına, bunu videonu yayın, paylaşın ki, hamının xəbəri olsun, hamı bilsin. Və burada məqsədimiz Azərbaycanda baş verən bu kimi qanunsuzluqları insanlara çatdırmaqdır. Çünki İlham Əliyev Azərbaycanda müstəqil medianı boğur, jurnalistlər pozur və biz xaricdə olan jurnalistlərin də borcu ondan ibarətdir ki, ölkədə baş verən naqislikləri biz öz izləyicilərimizə çatdıraq. YouTube kanalıma abunə olun, həm də paylaşın, başqalarına da tövsiyə edin.